Salam, mən Natiq Məhərrəmli, tarix fənni üzrə təlimçi müəllim. İlk öncə onu qeyd edeyim ki, dərslərimizə qoşulmaq istəyən abituriyentlər və müəllimlər qeyd olunan əlaqə nömrəsinə müraciət edə bilərlər. Bu gün sizlə tarix fənnində ilk mövzu olan ibtidai icma quruluşu mövzusunun izahına baxacağıq. İbtidai icma quruluşu nədir? Birinci onu biz bilməliyik. Bəşər cəmiyyəti 4 inkişaf mərhələsinə bölünür. İbtidai icma quruluşu, quldarlıq quruluşu, feodalizm və kapitalizm quruluşu. Yəni bəşər cəmiyyətinin ilkin inkişaf və ən uzun ömürlü inkişaf mərhələsi keçən dövrü adlanır ibtidai icma quruluşu. İbtidai icma quruluşu da özü 3 yerə bölünür göründüyü kimi. Daş dövrü, tunç dövrü, dəmir dövrü. Bəs niyə bu dövrlər daş, tunç, dəmir adlanır? İlk öncə biz bunu bilməliyik. Çünki əmək alətləri ilk olaraq insanlar tərəfindən əsasən daşdan hazırlanırdı. Sonraki dövrlərdə əsasən tuncdan hazırlanırdı. Sonraki dövrdə də dəmirdən hazırlandığına görə bu dövrlər bu bölgə əsasında paylaşılmışdır. Biz amma deyə bilməliyik ki, burada yalnız daş, tunç, dəmirdən istifadə olunub. Ağacdan, müəyyən sümükdən və s. istifadə olunub. Amma yenə də deyirik, əsas vasitə daş olduğuna görə, tunc olduğuna, dəmir olduğuna görə bölgülərin adı bu cür qeyd edilmişdir. Bugün əsasən bizim dərsimiz olacaq ibtidai icma quruluşunun daş dövrü mərhələsi. İkinci növbəti dərsimizdə də biz tunç dövrü mərhələsinə baxacaq. Daş dövrü özü 3 yerə bölünür. Paleolit, mezolit və neolit dövrləri. Paleolit dövrü daş dövrünün ən qədim mərhələsi sayılır. Ona görə də bu dövr adlanır qədim daş dövrü. Paleos qədim, litos daş. İkinci mərhələ olan mezolit dövrü mezos orta, litos daş sözlərindən yaranmışdır. Neolit dövrü də new ingilis dilində bilirik ki, yeni, litos da daş sözündən yaranıb, yəni yeni daş dövrü adlandırılmışdır. Bəşər cəmiyyətinin ən uzun mərhələsi ibtidai icma olduğu kimi daş dövrünün də ən uzun mərhələsi paleolit dövrüdür. Çünki ilkin insanın təkamül prosesini keçməsi kifayət qədər uzun zaman aralığında olan bir prosesdir. Ona görə də bu mərhələ ən qədim olmaqla yanaşı eyni zamanda da paleolit dövrü ən uzun mərhələ hesab olunur. Paleolit dövrü özü də 3 yerə bölünür. Alt paleolit, orta paleolit və üst paleolit. Alt paleolit dövrü əsasən ilk insanın yaranmasından 100 min il bundan əvvələ qədər davam etmişdir. Burada da qeyd eləmişəm. Yəni, bacarıqlı insanın yaranmasından 100 min il əvvələ qədər davam etmişdir. Bəs alt paleolit dövrü ilk insan harda yaranmışdır? İlk sual bu çıxır. Biz bu mövzunu Azərbaycan tarixi əsasında öyrənirik. Bizə ümumi tarix mövzusu qəbul imtahanına və yaxud da müəllimlərin mix sertifikasiya imtahanlarına düşmür. Ona görə də biz burada Azərbaycan tarixini əsasında keçirik. Amma bunu keçsək belə, yeni dərsliklərdə qeyd olunur ki, ilk insanların yaşaması üçün şərait 6 milyon əvvəl Şərqi Afrikada belə deyək yaranmışdı. Orada da ən qədim insanların tapıntıları 3-2 milyon əvvələ aiddir. Yəni, şərait bundan asılı idi. Şərqi Afrikada. İlk insanlar harada yaşayıb? Kenyada. Amma Azərbaycanda ən qədim insanların yaşaması üçün şərait 2 milyon əvvəldir. Bu köhnə dərsliklərdə 1,5 yazılır, yeni dərsliklərdə 2 milyon il əvvəl yazılır və 100 min il əvvələ qədər də davam edir. Bu olur alt paleolit dövrü. Biz bilməliyik ki, alt paleolit dövrünün də belə deyək, özünün ilkin mərhələləri biz bilirik ki, həyatın yaranması, təbiətin yaranması, insanın ilk əvvəl yaranması, sonraki proseslər artıq aşağıda yazılan proseslər sonraki dövrlərə aiddir. Yəni, alt paleolitin son dövrlərinə aiddir. Ona görə də ilk dövrlərdə insanlar əsasən bacarıqlı insan yaranır. Hələ ki, belə deyək də, əsas məqsəd nədir? Qida əldə edim, sağ qalım. Yəni, heyvandan qorunub, sağ qalım. Yəni, vəhşi heyvanlardan qorunub, sağ qalım. Yəni, əsas məqsəd budur. İstəyinə nail ola bilirdi, lazımı qədər deyil. Niyə? Çünki bacarıqlı insan necə yaşayırdı? Ulizmada yaşayırdı. Ulizmada da insanlar sürü halında yaşayırdı. 100 nəfər, 1000 nəfər bir yerdə yaşayırdılar. Və bunlar da bu, belə deyək, ulizmada yaşayan insanlar bir heyvan ovluyurdularsa, bu 1000 nəfəri doyura bilərdimi? Və yaxud da əldə etdikləri məhsulun
miqdarı onların yaşaması üçün yetərli idimi? Xeyr. Ona görə də tez-tez bu uizm arasında nə baş verirdi? Nifaq olurdu. Və ona görə də biz deyirik ki, uizma mütəşəkkil xarakter daşımırdı. Və uizma tez-tez dağılırdı. Və belə deyək də, bu da sürülərin tez-tez dağılmasına gətirib çıxarırdı. Eyni zamanda dediyimiz kimi, bu dövrdə əsas məqsədlər sağ qalmaq və qida əldə etməkdir. Və bu dövründə təsərrüfat sahəsi istehlak təsərrüfatı idi. Özümüzü həmin dövrdə təsəvvür edək. Biz tutaq ki, alt paleolit dövründə yaşayırıq. İlk olaraq nə etməliyik? Qida əldə etməliyik. Özümüz hələ o biliklərə sahib deyilik. Çünki bacarıqlı insanın beyni ağıllı insanın beynindən 2 dəfə kiçik idi. Yəni bu artıq göstərir təkamül prosesi getməyib, lazımı qədər keçməyib. Ona görə də bu insan əsas məqsədi mənimsəmə təsərrüfatından istifadə edərək, yığıcılıq, ovçuluqla istifadə edərək hazır məhsulları əldə etməkdir. Yəni bu da adlanır istehlak təsərrüfatı. Axırı 2 olan istehlakdır. Bu yaranıb alt paleolitdə və mənimsəmə təsərrüfatıdır. Ovçuluq və yığıcılıq alt paleolitdə yarandı. Şagirdlərin daha çox çaşdırdığı məqam ovçuluqla yığıcılığı bəzən qarışdırıb mezolit dövründə ox və kamanla qarışdırırlar. Bunlar tam fərqli anlayışlardır. Ovçuluq və yığıcılıq alt paleolit dövründə yaranmışdır. Sonraki mərhələmiz demək alt paleolitdə sonraki hadisəmiz Quruçay mədəniyyətidir. Quruçay mədəniyyəti də biz bilirik ki, indiki xüsusən Xocavənd rayonu ərazisində yerləşən bir vadidir və orada da Azıq mağarası tapılıb. Azıq mağarasından da Azərbaycan ərazisində ən qədim insanın alt çənə sümüyü tapılmışdır. Ən qədim insan Azıq mağarasında yaşayan, elə onun da adını da oradan alan Azıqantropdur və yaxud da Azıq adamdır. Həmin Azıq adamı 350-400 min il bundan əvvələ aid yaşadığı bildirilir. Eyni zamanda da kim tərəfindən aşkar edilmişdi? 1960-dan 86-cı ilə qədər burada araşdırma aparıb və 68-ci ildə Azıq adamının alt çənə sümüyünü tapan Məmməd Əli Hüseynov tərəfindən onun rəhbərliyi ilə bu araşdırmalar aparılmışdı və Azıq adamının alt çənə sümüyündən başqa burada eradan əvvəl 700 min il əvvəl daha doğrusu əvvələ aid ocaq izləri aşkar edilmişdi. Bundan başqa burada müxtəlif nəsli kəsmiş heyvan sümükləri aşkar edilmişdi. Müxtəlif ay kəllələrin üzərində cızmaqaralar, işarələr tapılmışdı ki, bu da bizə nəyi göstərir? Bu da bizə burada ilkin ibtidai dini təsəvvürlərin olduğunu və ibtidai incəsənətin olduğunu bizə göstərir. Sonra bu dövrdə insanlar əsasən istifadə edirdilər təbii oddan. Çünki özləri hələ od istehsal etməyi bilmirdilər. Çaxmaq daşı ilə tanış deyildilər. Tanış olsalar belə onu fərqli vasitə kimi istifadə edirlər. Hələ onun od ala biləcəklərini bilmirdilər. Və ilk olaraq ildırım çaxması və s. nəticəsində insanlar təbii yolda əldə edir. Onu qoruyurlar və onlar əsasən heyvanlardan, vəhşi heyvanlardan qorunmaq üçün istifadə edirlər. Yemək pişirirdilər. Eyni zamanda da öz qaldıqları mağaraları isitmək üçün istifadə edirlər. Bir növ desək, oddan sağ qalmaq üçün istifadə edirlər ilk olaraq təbii oddan. Bir də tikinti qalıqları qeyd eləmişəm burada. Tikinti qalıqları da elə özü əsasən Azıq mağarasından da tapılmışdı ki, bu da ilkin tikinti vərdişlərinin olduğunu bizə göstərir. Bu olur alt paleolit dövrü. Alt paleolit dövrü qeyd etdiyimiz bu məqamlarla yanaşı bir sıra məqamlar da kitabda qeyd olunub, amma vacib olanlar budur. Yəni testlərdə ən çox bizim qarşımıza çıxacaq məqamlar bunlardır. Orta paleolit dövrü 100 min il əvvəldən başlayıb eradan əvvəl 35 min il əvvələ qədər davam etmişdir. Orta paleolit dövrünün insan tipi artıq dəyişmişdir. Fikir verin. Alt paleolitdə bacarıqlı insan idi. Orta paleolitdə Neandertal insandı. Bəs niyə bu insan adı Neandertaldır? Çünki Almaniyada Neandertal adlı yerdən insan sümükləri aşkar edilmişdi və ona görə də bu dövrün insan tipi də Neandertal insan tipi adlanır. Mədəniyyəti adlanır Mustiye mədəniyyəti. Əvvəl demişdik Quruçay mədəniyyəti idi alt paleolitdə. Bu dövrdə Mustiye. Mustiye Fransada yer adıdır. Sonra bu dövrün əsas xüsusiyyətlərindən biri axirət dünyasına inam mövcud olmuşdu və ya yaradılmışdı. Axirət dünyasına inam nədir? İnsanların belə deyək, öləndən sonra onların yenidən dirildiyi, yaşadığı ilə bağlı olan
mülahizələrdir, dini təsəvvürlərdir və axirət dünyasına inam ilk dəfə orta paleolit dövründə yaranmışdır. Dəfn adətləri də elə bu dövrdədir. Məsələn, bu da testlərdə son zamanlar düşən məqamlardan biridir. İlk dəfn adətləri demək orta paleolit dövründədir. Axirət dünyasına inamı dedik. Sonra süni od. Süni od təbii oddan fərqli olaraq insanlar artıq özləri odu istehsal edirdilər. Çaxmaq daşını artıq bilirdilər ki, od əldə etmək olar. Özləri istədikləri vaxt oda sahib olurdular. Bu da insanların işini asanlaşdırırdı. Daha sonra bu dövrün, indi aşağıda mən qeyd etmişəm, onlara ən axırda paleolit dövrünün sonunda deyəcəm. Bu dövrün Cənubi Azərbaycan yaşayış məskənlərindən biri də Tamtama mağarasıdır. Urmiyada qədim insanın bu sümüyü aşkar edilmişdi. 40-50 min il əvvələ aid və Cənubi Azərbaycanda aşkar edilmişdi. Bu özü də yeniliklərdəndir. Müəllimlərin imtahanına da düşə bilər. Tamtama mağarası. Sonra paleolit dövrünün 3-cü mərhələsi üst paleolit dövrüdür. Üst paleolit dövrü eradan əvvəl 35-12-ci minlikləri əhatə edir. Üst paleolit dövrünün özünə məxsus insan tipi var. Ağıllı insan. Əvvəl dedik bacarıqlı, sonra dedik Neandertal, sonra dedik ağıllı insan. Ağıllı insan nələri bacarırdı? Ağıllı insan müasir insan tipi idi və artıq təkamül prosesini demək olar ki, keçmiş bir insan tipi idi və beyni digər, belə deyək, bacarıqlı insanın beynindən 2 dəfə böyük idi, ağıllı idi və artıq bu ağıllı insan yavaş-yavaş qeyd etdiyimiz kimi səsli nitqə sahib idi. Yəni, bu artıq danışmağı bacarırdı. Düzdür, tam öyrəşməmişdi. İlk əvvəl müxtəlif hecalarla, qırıq-qırıq sözlərlə bunu ifadə edirdi, amma getdikcə artıq dil də formalaşırdı. Yəni, səsli nitqə sahib idi. Sonra, bu dövrdə insanlar alt orta paleolitdən fərqli olaraq qəbilə icmasında yaşayırdılar. Qəbilə icması nədir? Qəbilə icması insanların qan qohumluğu əsasında birləşdikləri insan kollektividir. Bu insan kollektivi mütəşəkkil xarakter daşıyırdı ulizmadan fərqli olaraq. İstəyinə tez bir zamanda nail olmağı bacarırdı. Məsələn, müəyyən bir heyvanı ovlayırdılarsa, kollektiv şəkildə bunu tam doğru düzgün həyata keçirə bilirdilər. Eyni zamanda qan qohumluğundaydı, yəni gez dağılırdı dediyimiz kimi. Daha sonra qəbilənin də icmasında, həyatında əsas rol oynayırdı qadın. Ona görə də bu dövrdən başlayaraq ana xaqanlığı, matriarxat yaradılmışdı. Düz erkən tunca qədər davam etmişdi. Həm qəbilə icması, həm ana xaqanlığı. Sonra bu dövrdə artıq iqlim mülayimləşdi. İqlim mülayimləşdi nə deməkdir? Alt və orta paleolit dövrlərində, xüsusən də orta paleolitin, belə deyək, orta dövrlərinə qədər olan zamanlarda böyük buzlaşma dövrü olub tarixdə. Bu buzlaşma dövründə insanlar əsasən ekvator xəttinə yaxınlaşırlar, həm şimal, həm cənub qütbündən. Niyə? Çünki kifayət qədər soyuq hava kütlələri olduğuna görə insanlar dünyanın, belə deyək də, yer kürəsinin böyük bir hissəsini buz qatı altında qaldığına görə insanlar ekvator xəttinə doğru yaxınlaşırlar ki, sağ qalsınlar. Bu olurdu buzlaşma dövrü. Amma orta paleolitin sonlarından, xüsusən də üst paleolitdən artıq iqlim mülayimləşməyə başlayır və insanlar artıq keçmişdə gəldikləri ərazilərə yavaş-yavaş geri dönməyə başlayırlar. Bu dövrün digər xüsusiyyətlərindən biri incəsənətin yaranmasıdır. Baxın, ibtidai incəsənət, ilkin incəsənət nümunələrinin yaranması biz ola bilər ki, məsələn, alt paleolitdə dedik, ayı kəlləsinin üzərində cızmaqaralar var və s. kimi məqamları qeyd edə bilərik. Amma ilk dəfə olaraq incəsənətin yaranması, yəni sırf belə bir cümlə bizim qarşımıza çıxsa, biz bunu üst paleolit dövrünə götürürük. Daha sonra da salların yaranması. Sallar da bir neçə ağacın bir-birinə bağlanılaraq çayın digər tərəfinə keçmək üçün istifadə olunan bir növ desək, qayıq deməyək, qayıqa bənzər bir vasitə idi ki, insanları belə deyək, işini asanlaşdırmaq üçün həyata keçirildi. Amma qayıqların özü də digər mərhələlərdədir. Sonra bu oldu bizim paleolit dövrü. İndi paleolit dövründə biz nə öyrəndik? Paleolit dövrünün hər üç mərhələsində fərqli-fərqli insan tipləri olduğunu öyrəndik. Bacarıqlı, Neandertal, ağıllı insan. Daha sonra alt orta paleolitdə əsasən ulizma mövcud idi.
Amma üst paleolit dövründə qəbilə icması mövcud idi, yaranmışdı və erkən tunca qədər mövcud olub. Üç dövründə oxşar xüsusiyyəti istehlak təsərrüfatı idi, mənimsəmə təsərrüfatı. Hər üçündə demək, ovçuluq və yığıcılıq ön planda idi. Daha sonra alt paleolit dövrü mədəniyyəti Quruçay mədəniyyəti, orta paleolit dövrü mədəniyyəti Mustiya mədəniyyəti adlanırdı. Alt paleolit dövründə təbii oddan, orta paleolit dövründə süni oddan istifadə olunurdu və bu kimi məqamları oxşar fərqli xüsusiyyətlər kimi qeyd etmək olar. Daha sonra paleolit dövrünün düşərgələrinə keçək. Biz orta paleolit dövründə Cənubi Azərbaycanda Tamtama mağarasını demişdik. İndi Şimali Azərbaycandakı düşərgələr deyək. Qarabağda Azıq Tağlar, Kəlbəcərdə Zar, Lerikdə Buzeyir, Qazaxda Daşsalahlı Damcılı mağaraları, Mingəçevirdə Qaraca, Naxçıvanda da Qazma yaşayış məskənləri aşkar edilmişdir və bu yaşayış məskənlərinə aid xəritəni biz ikinci dərsimizdə Tunc dövründə keçəndən sonra xəritənin üzərində bütün ibtidai icma mövzularında olan yaşayış məskənlərinə ayrıca izahı veriləcək. Sonra mezolit dövrü. Mezolit dövrü yaşayış insanların yaşayış səviyyəsi necə idi? Eradan əvvəl 12-8-ci minilliklərdə mezolit dövründə insanlar əsasən əvvəlki dövrdə olduğu kimi, üst paleolit dövrdə olduğu kimi yenə də qəbilə halında yaşayırdılar və bu dövrdə artıq insanlar yeni ixtiralara imza atırlar. Başda ox və kaman olmaqla. Çünki ox və kamanın əldə edilməsi heyvanların uzaq məsafədən ovlanmasını asanlaşdırır. İnsanlar artıq heyvanları uzaq məsafədən ovlayırsa, onların həm qida ehtiyatı artır, həm təhlükəsiz şəkildə ov prosesini həyata keçirirlər. Eyni zamanda ovladıqları heyvanların balalarını götürüb saxlanılmaqla da heyvandarlığın əsasını qoyurlar. Və bu prosesin adı olur elə istehsal təsərrüfatının yaranması. Çünki artıq heyvanlar artıq özləri böyüdürdülər. Eyni zamanda da əkinçilik vərdişlərinə də yiyələnirlər. İbtidai əkinçilik də mezolit dövründə yaranır. İnsanlar toxumların ağacdan necə düşdüyünü, yerdə gücərdiklərini görürlər və artıq müxtəlif mövsüm ərzində onları özləri toplayıb, müxtəlif vaxtlarda da əkirdilər və bununla da əkinçiliyin əsası qoyulur. Yəni, mezolit dövründə həm ibtidai maldarlığın, həm əkinçiliyin əsası qoyulmuşdur. Sonra, mezolit dövründə mikrolit alətlərdən istifadə üsulu yaranır. Mikrolit alətlər nədir? Mikro, kiçik litos daş, yəni kiçik ölçülü daş alətlərdən istifadə edirdilər. Bu onların işini daha da asanlaşdırırdı. Sonra harpundan istifadə balıq ovlamaq üçün alət idi. Xüsusən də heyvan sümüklərindən də istifadə edirlər onun hazırlanmasında. Bu dövründə yaşayış məskənləri Qobustan və Damcılı mağaralardır. Qobustan və Damcılı mağaralarından nələr tapılıb? Qobustan bir yaşayış məskəni biz bilirik ki, demək, Bakıdan 55 kilometr məsafədə yerləşir. Eyni zamanda Qobustanda yallı rəqsinin təsvirləri olsun, ov təsvirləri olsun, elə ox və kamanlı insanların təsvirləri olsun, daha sonra gəmi təsvirləri olsun. Bu gəmi təsvirləri haqqında da, qayıq təsvirləri haqqında da məlumatları ilk dəfə Norveç alimi Thor Heyerdahl vermişdi və bildirmişdi ki, Azərbaycan dünyanın ən qədim gəmiçilik mərkəzlərindən biridir. Və Qobustan tarixi bədii qoruğu yaradılmışdı 1966-cı ildə. Qobustan UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdi. 2007-ci ildə bunu da yadda saxlayaq. Bu da olur bizim mezolit dövrü xüsusiyyətlərimiz. Daha sonra yeni daş dövrü, dediyimiz kimi yeni litos daş, neolit dövrü, yəni yeni daş dövrü əhatə edir 8-6-cı minillikləri. Neolit dövründə mezolitdə yaranmış olan istehsal təsərrüfatı formalaşıb başa çatır. Bu nə deməkdir? Artıq insanların həyatında əsas təsərrüfat sahələri əkinçilik və maldarlıq idi. Artıq bu da istehsal təsərrüfatının formalaşıb başa çatması idi. Bu testlər də bizə fərqli cümlə ilə də təqdim olunur. Xüsusən də Dimin toplusunda qeyd olunur ki, təbii sərvətlərdən istifadə üsulları formalaşdı. Yəni, istehsal təsərrüfatı formalaşdı və yaxud da təbii sərvətlərdən istifadə üsulu formalaşdı. Bunlar eyni cümlələrdir. Yəni, burada elə bir fərqli məqam yoxdur. Daha sonra, neolit inqilabı. Neolit inqilabı nədir? Neolit inqilabı, inqilab nədir? Yenilik. Yəni, neolit dövründə olan yeniliklər, yeni yaranan sənət sahələri. Bu sənət sahələri hansılar idi? Toxuculuq, dulusçuluq, dəri işləmə,
daha sonra gön işləmə, eyni zamanda daşların cilalanması və deşilməsinin öyrənilməsi, bütün bunlar Neolit inqilabına daxildir. Və bu da insanların işini təbii ki asanlaşdırırdı. Bütün bu sahələrinin yaranması, istehsal təsərrüfatının inkişaf edib formalaşması artıq insanların oturaq həyat keçməsinə səbəb olur. Niyə? Çünki əvvəllər müəyyən qida əldə etmək üçün uzaq məsafələrə gedirdilər. Artıq indi özü həmin o qidanı hazırlayırsa, niyə müəyyən çətin dövrlərdə müxtəlif uzun məsafəli ərazilərə ov üçün getsin? Artıq işi asanlaşırdı. Ona görə də istehsal təsərrüfatının formalaşması oturaq həyata keçməni də təmin edir. Və oturaq həyata keçməklə də toxa əkinçiliyi artıq ön plana keçir. Bəs deyə bilərik, mezolit dövründə necə torpağı əkib becərdilər? Mezolit dövründə müxtəlif ağacla və yaxud daş alətlərlə yeri müəyyən əkin-biçin işləri üçün hazır edirdilərsə, artıq işləri asanlaşırdı yavaş-yavaş. Toxanı yaradırlar neolitdə və toxadan istifadə edirlər. Və toxadan istifadə edirlər. Çoxlu məhsul götürüldükcə də oraqdan istifadə yaranır ki, əkin-biçin işlərində ön plana keçir bu iki alət, toxada, oraqda. Sonra bu dövrün yaşayış məskənləri Tovuzda Göytəpə, Ağcabəddə Kamiltəpə yaşayış məskənləri olmuşdu. Daha sonra bu dövrlərin oxşar xüsusiyyətləri var. Oxşar xüsusiyyət nədir? Bütün bu saydığımız dövrlərin hamısında mənimsəmə təsərrüfatı mövcud olmuşdur. Yəni istehlak təsərrüfatı mövcud olub. Bu o demək deyil ki, istehsal mezolitdə yaranıb, neolitdə formalaşıbsa burada yox idi. Hamısında var. İstehlak hamısında var. Mənimsəmə, ovçuluqla yığıcılıq hamısında var. Daha sonra hamısında olan məqamlardan nə deyə bilərik? Hamısında əsas əmək aləti daşdan hazırlanır, çünki daş dövrünün xüsusiyyətləridir. Daha sonra üst paleolit dövründən başlayan qəbilə icması və yaxud da ana xaqanlığı bu dövrlərdə əhatə edir. Çünki erkən tunca qədər davam edir və bu kimi oxşar cəhətlər var idi. Eyni zamanda elə ana ağıllı insan özü də paleolit dövründən sonraki mərhələlərin hər birinə aid olmuşdur. Bu olur bizim birinci dərsimiz. İndi növbəti dərsimiz də olacaq İbtidai icmanın ikinci dərsimiz, İbtidai icma ilə bağlı eneolitlə tunç dövrünü ayrıcı çəkəcəyik. Niyə? Çünki eneolit biz bildik ki, keçid dövrü olduğuna görə daşdan tunca, onu mən bura əlavə etmədim. Çünki onu əlavə edəndə şagirdlərin fikrində o da qalır. Elə bilirlər ki, burada olan xüsusiyyətlərin hamısı orada da var. Xeyr, orada müəyyən fərqliliklər də var. Ona görə də mövzu olaraq belə deyək də, bir qədər mən həmişə eneoliti fərqli tuncla bir yerdə keçirəm. Çünki tunca keçid dövrü kimi sayıla bilər. Çünki burada biz metaldan danışmırıq, amma eneolitdə metaldan, düzdür, əsas vasitə daş olsa da danışırıq. Ona görə də mən onu bura əlavə etmədim. Əgər dərslərimizə qoşulmaq istəyən şəxslər olsa, qeyd olunan əlaqə nömrəsinə müraciət edə bilərlər. İlk dərsimiz bu qədər. Nə suallarınız da olsa göndərə bilərsiniz. Sağ olun.